Salam, xoş gördük, hörmətli izləyicilər. Tərlan Şaldıq sarayının arxasında, yəni hardasa 500 metr, 550 metr məsafədə Kupçalı ev, 3 otaqlı ev satışa çıxarıldı. 60 min manata. 60 min manata da qiymətində endirim olunacaq. Paket kupçası var, nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Qaz, su, işıq sayğacları var, kanalizasiyasındakı mərkəzidir. Bu da onun trapıdır. Bir dənə buradan sayğacları göstərək. Yəni bu əsas məqamlardan biridir, ona görə bunu göstərmək istəyirəm sizə. Bax, bu qaz sayğacıdır, bu evə aiddir, bu da işıq sayğacıdır. Yəni bu evə alar-almaz birbaşa düşəcəksiniz qeydiyyata, hazır qazından da istifadə edə biləcəksiniz, işığından da istifadə edə biləcəksiniz. Bax, belə bir böyük həyəti var, görürsünüz. 60 min manatadır. Hələ təsəvvür edin, qiymətindən yenə də endirim olunacaq. Şəbəkə pəncərələrlə də 2 pəncərəsi var, ortadan qapı pilləkən gedir içəri. Tarsovka emusiyadır, ev, hasarlar. Burada da kombinin yeridir. Bu kombinin rozetkasıdır, bu da kombinin qoşulacağı qazıdır. Yəni qaz nə qədər çəkir, bu dəqiqə bunu açıb qaz gəlir də bura. Buradan da ara məsafəsi var evimizin. Belə bir ara məsafəsi var. Burada ağac əkmək üçün qəşəng səliqəli yer saxlanılıb. Neçə daş kürsülüdür? Padvalını göstərək. 8 daş kürsülü evdir. Bu da bunun padvalıdır. Beton stəşk eləmirsən də? Hə, beton stəşk olunub təzə. İnşallah siz gəlib baxanda hamısını yerli yataqlı yerində bir də izah eləyəcəyik. Deməli, ev sahibi özü də ustadır. Kurqavoy qoşadaş təşkilsən, düzdür? Neçədir fundamentı? 40'ın 40'a fundament övmüsən, Kurqavoy qoşadaş kubiklə düşəndən sonra 20'nin 40'a üstünə kəmər fırladırsan, düzdür? Bunları gəb yerində müştərilərə izah eləyərsən, hamısını görərlər. Neçə daş kürsülüydü? 8 daş kürsülüdür. Gəlin də evin içərisinə baxalım. Ayaqqabı ilə girmək olar sənin. Bax, buradan girib işıqlarını da yandırırıq. Bax, belə bir koridoru var, gəlin zəhmət olmasa, görürsünüz. 60 min manata Kupçalı ev, sayğaclar da üstündə, kanalizasiyası mərkəzi olan az-az evlər olur. Mütləq gəlin bu evə baxın. Məsələn, mətbəxinə baxaq. Bax, bu mətbəxidir, görürsünüz. Mebel arası keramikasına vurulur. Bütün nöqtələr qoyulub. Hər bir şey hazırdır. Qazı çəkmişsiniz bura. Haradadır qaz? Ha, bu da qazın xəttidir. Yəni, qaz xətti nə qədər hazırdır, aspiratorun yeri nə qədər hamısı hazır vəziyyətdədir. Sonra, buradan yataq otağına baxaq. Üzr istəyəm, qonaq otağına. Qonaq otağı neçədir? 5'in 3.40'a qonaq otağıdır. TV-stedin yerində buradan qoyulublar. İşıqlar nə qədər hamısı var. 5'in 3.40'a qonaq otağıdır. Sonra bu yataq otaqlardan hansı böyüdür? Elə buna baxaq birinci. Neçədir? 4'ün 3.40'a da bu yataq otağıdır. 4'ün 3.40'a tam hazır vəziyyətdədir. Yəni alqı-satqı olundu, haçarı götürün, əşyaları və işləri birbaşa içəri yığa bilərsiniz. Bu neçədir? 3.40'ın 3'ə də bu yataq otağıdır. 3 otaqlı evdir, 60 min manatadır, Kupçalı evdir. Sanitar qovşağımız da bax belə vəziyyətdədir, baxın. Bax belə, bir də izah edirəm. Saray qəsəbəsində, zəhmət olmasa yaxınlaşın. Saray qəsəbəsində Tərlan Şaldıq sarayından düşdüz marşrutdan 450-500, 550 metr, bax belə məsafə olar. 3 otaqlı evdir, daş kürsülü, 8 daş kürsülüdür. Kupçalı evdir, qaz, su, işıq, sayğaclarını sizə göstərdim. Kupçadı əlimdə izah elədim bayaq, gördünüz. Alal-almaz birbaşa qeydiyyata düşə biləcəyiz evdir. Qiyməti də 60 min manatadır, amma endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Sağ olun.